Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb. Hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində baş verib. Deməli, 2008-ci il təvəllüdlü 10-cu sinif şagirdi, ad soyad verilmir. Zabrat qəsəbəsi Zabrat Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə həmin şəxslə mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub. Mübahisəyə görə Caviddən üzr istəyib. Hadisədən sonra o kəsici deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib. Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşıb və ona ayağından bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə ona 2 il azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.